Hal-hazırda ölkəmizdə, xüsusən paytaxt Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışsız fərdi yaşayış evləri və torpaq sahələri mövcuddur ki, onların çıxarışların olmaması səbəbindən vətəndaşlar bu tip əmlakları bir-birinə satarkən etibarnamə yolu ilə və yaxud qarşılıqlı razılaşma əsasında alqı-satqı edirlər. Həmin əmlakların böyük hissəsinin zamanında müxtəlif qurumlar tərəfindən verilmiş sərəncam və qərarları var ki, bu tip sənədlərin alqı-satqıları mümkün olmadığı səbəbindən onlar artıq bu əmlakları bir-birlərinə etibarnamə yolu ilə satırlar. Biz baxsaq, bir zamanlar kolxoz və savxozlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələri üzərində tikilmiş fərdi yaşayış evləri, rayon icra hakimiyyətləri, bağlar idarəsi, ən son isə 2000-ci ildən başlayaraq 2007-ci ilə qədər bələdiyyələr tərəfindən vətəndaşlara torpaq sahələri ayrıldı, yəni sərəncam və qərarlar əsasında bu torpaqlar əldə olundu, həmin torpaqlar üzərində fərdi yaşayış evləri inşa olundu. Zamanında verilmiş sənədlərin böyük bir hissəsi çıxarışla təmin olunsa da, lakin geridə böyük bir problemli torpaq sahələri qaldı ki, bu torpaq sahələrinə sənədlərin verilməməsinin əsas səbəblərindən biri onların təyinatlarının digər təyinatlı torpaqlar olması, qadağan olmuş ərazilərdə və mühafizə zolaqlarının pozulmuş formada inşa olmuş fərdi yaşayış evlərinin olması səbəb oldu. Bu əmlaklar satılarkən etibarnamə yolu ilə satılır, lakin nəzərə alınmalıdır ki, hər hansısa bir əmlak etibarnamə yolu ilə əldə olunursa, etibarnamə yalnız müvəqqəti formada həmin etibar edən şəxsin görəcəyi işləri həyata keçirmək üçün verilir. Etibarnamə ilə torpaq satan şəxslərin böyük bir hissəsi artıq həyatda yoxdur. Bu tip əmlaklara bir zamanlar çıxarışlar verilərsə, artıq həmin çıxarışlar sərəncam və qərarlar kimin adına verilibsə, həmin şəxslərin adına rəsmiləşə bilər. Və gələcəkdə həmin şəxslərin yenidən o əmlakları faktiki sahiblərinin adına keçirib-keçirməyəcəyi sual altındadır. Yəni, hazırki vəziyyətdə çıxarışsız əmlakların olması bir tərəfdən, digər tərəfdən isə həmin 100 minlərlə çıxarışsız əmlakları əldə edən vətəndaşların əllərində olan sənədlərin daha problemli olması onlara gələcəkdə böyük bir problemlər yaratmış olacaqdır. O baxımdan vətəndaşlar hər hansı bir daşınmaz əmlak alarkən mütləq şəkildə maksimum dərəcədə çıxarışlı əmlaklar almalı. Əgər çıxarışlı əmlak ala bilmirlərsə, bu zaman sənədlərin düzgün formada hazırlanmasına diqqət etməli və maksimum dərəcədə alqı-satqı edərkən hər hansısa bir hüquqşünasın, vəkilin və yaxud ekspertin fikrini öyrənməli, vətəndaşların əgər buna maddi güc çatmırsa və yaxud bu sahədən tam anlayışı yoxdursa, alacağı əmlakın sənədlərini ən yaxın ərazidə yerləşən notarial orqana göstərməklə həmin əmlakın sənədin düzgün olub olmaması ilə bağlı məlumat əldə edə bilər.